Əziz izləyicilərim, bugünkü mətbəximiz Nikaragua mətbəxindən. Yemək eyni bizim mətbəxdə oxşayır. Burada gördüyünüz kimi bizim qaynanmış mal ətimiz var. Bulyona atdendir. Burada bizim kərə yağımız var. Qırmızı bibərimiz var, şirin doğranmış. Və burada ən əsası sütül qarğıdalımız var. Yəni sütül qarğıdalı biraz böyüsü də ola bilər, fərqi yoxdur. Əsas odur ki, suda pişsin, yəni özəyi. Kökümüz var, kartoşkamız var. Burada gördüyünüz kimi doğranmış soğan, tomatımız və ispanağımız. İspanağın ancaq tər yarpaqları. Və duz isot da ki, həmişəki kimi öz yerində. Soğanımız orada qovrulur, biz də göyərtimizi doğrayaq. Kişniş də ola bilər, petruşka da ola bilər, yəni liboy göyərti qurmaq olar. Ən əsasında bu reseptində ispanağıdır. Fikir verirsiniz, mən Şimali Amerika, Cənubi Amerika mətbəxlərini hazırladım. Donuz ətindən çox nadir hallarda istifadə edilir. Ən çox mal ətindən istifadə olunur, bir də balıq. Soğanımızı burada qovururuq, sonra tomatımızı əlavə edirik. Soğan burada çox qovrulmamalıdır. Yəni bizdə kim qızılı rənginə çönür, biraz qovruldu, biraz da tomatını atdım ki, soğan çox qoymaq olmaz. Bulyonumuzu tökürük, qaynamağa qoyuruq. Tabii ki, biraz əlavə su edəcəyik, çünki azdır. Artıq bulyonumuz qaynara düşdü. Kartoşkamızı tökürük, kökümüzü tökürük. Hamısı bir yerdə qaynayır. Və qırmızı bibərimizi tökürük. Onu deyim ki, bibər burada qovrulmur, promo suya tökülür. Bulyona qatılır. Və sonra biz burada tökürük qarğıdalımızı, sütül qarğıdalımızı. İstəsək böyük qarğıdaldan da olar, amma özəyi pişmək lazımdır. Yəni çox qartmış olmaz, çünki özəyi pişmir, o tam yumuşalmalıdır. Yeməyimizin görüntüsü hal-hazırda belədir. Yəni göyərtisini elə atmamışıq, ətini atmamışıq. Bunlar hamısı bir yerdə qaynayıb pişəcək. Və indi ətimizi tökürük. Ətimizi tökdükdən sonra da soğanımızı tökürük. Və göyərtimizi atırıq, yəni ispanağımızı atırıq. Yəni kişniş də vura bilərsiniz. Cəfər də vura bilərsiniz, yəni petruşka. Şüyüd getmir buna. Artıq yeməyimiz hazırdır. Bax, bu da görüntüsüdür. Görüntüsü çox gözəldir.